Belə, axşamınız xeyir olsun. Deməli, bugünkü mövzumuz davam olacaq. Prosperity Impact, yəni rifaha layihələrin təsiri və subkateqoriyada mövzu Market and Economics Stimulation, yəni bazar və iqtisadi e, stimullaşdırma, canlanma, iqtisadi canlanma. Və burada da üç görürsüz mövzu əhatə olunur. Local economic impact, yəni yerli iqtisadiyyata təsir, indirect benefits, yəni dolayısı yolla əldə olunan faydalar, ESG Disclosures and Sustainability Report, ESG və ümumiyyətlə dayanıqlıq barədə hesabatların verilməsi və deməli, local economic impact burada nədən söhbət gedir? Yəni yerli iqtisadiyyata təsir barəsində danışır və ilk öncə deyir ki, ensure that project have a direct measurable impact on the local economy. Yəni sən əmin olmalısan ki, layihə icraçıları əmin olmalıdır ki, bizim icra etdiyimiz layihənin yerli iqtisadiyyata ölçülə bilən və birbaşa təsirləri var. Burada ölçülə bilən təsiri söhbət nədən gedir? Yəni biz dəqiq bilməliyik, konkret rəqəmlərlə bilməliyik ki, biz hansı formada bizim yerli iqtisadiyyata təsirlərimiz olmuşdu layihə müddətində. Support the growth of the local economy by engaging in partnership with a local organization. Həmçinin yerli iqtisadiyyatın inkişafına dəstək göstərmək üçün biz nə etməliyik? Yerli qurumlarla iş birlikləri, partnyorluqlar etməliyik. İndi bu barədə danışıb misallar təbii ki, göstərəcəm. Əvvəlcə tələbləri oxuyaq. Daha sonra develop initiatives that support sustainability while also driving positive economic outcomes in the local area. Bu da yerli ərazidə iqtisadi baxımdan pozitiv nəticələr əldə etmək üçün dayanıqlılıqla bağlı inisiativlər inkişaf elətdirmək, yaratmaq lazımdır. Və həmçinin yerli icmaların, local community'nin inkişafı üçün onlara təhsil və onların öyrənməyi ilə bağlı opportunity, yəni imkanlar yaratmaq lazımdır. Bax, burada gördünüz, əslində bir-birinə yaxın bütün cümlələrdir. Bunun mənası nə deməkdir? Biz lap əvvəl yadınızdadırsa demişdik ki, bizim istənilən bir layihə dayanıqlı olmalıdır, dayanıqlılıq prinsiplərinə və məqsədlərinə uyğun olmalıdır və biz bir dəyər qatmalıyıq. Və bu dəyər həm sosial baxımdan əhatə olunmalıdır, həm ətraf mühitə göstərdiyi təsir baxımından uyğun olmalıdır və həmçinin də iqtisadi baxımdan. Və burada biz hal-hazırda danışırıq bunun iqtisadi baxımdan olan təsirlərinə və əsasən də e, yerli bazara, yerli iqtisadiyyata bunun təsirləri barəsində. Və bu təsirləri yaratmaq üçün biz nə etməliyik? Əlbəttə ki, ilk öncə bax burada da yerli partnyorlar, yerli təşkilatlarla, yerli şirkətlərlə, yerli qurumlarla biz nə etməliyik? İşbirliyi, partnyorluq etməliyik. Onlarla əməkdaşlıq etməliyik. Məsələn, layihədə hər hansısa bir ehtiyac olan mal, material, avadanlıq biz ala bilərik yerli bazardan və çalışmalıyıq alaq yerli bazardan və bu prosesdə əslində prioritet verməliyik yerli bazara. Əgər bir avadanlıq yerli bazarda var və burada istehsal olunursa və biz burada bunu ala biliriksə, biz onu yerli bazardan almalıyıq. Yadınızdadırsa biz Planet Impact mövzusundan danışanda, logistika, transportation mövzusundan danışanda demişdik ki, bu həm də ətraf mühitə ekoloji baxımdan faydalıdır. Yəni biz yerli bazardan alanda daha az məsafə qət etmiş olur nəqliyyat vasitələri və bunun nəticəsində də biz daha az karbon qazı havaya buraxmış oluruq. Və həm də təbii ki, bunun iqtisadi faydası var. Biz yerli bazardan mal aldığımız zaman dolayısı yolla yerli bazarda mövcud olan şirkətlər, təchizatçılar,
onlar həm də nə baş verir? Vergi ödəmiş olurlar. Çünki onlar bir xidmət göstərdikləri, mal satdıqları vaxtı o satışa görə vergi ödəməli olurlar. Bu bir baxımdan dövlət büdcəsinə əlavə qatqı olur. İkinci baxımdan orada işçilərin işləməyə baxımdan onların əmək haqqlarına faydalı təsir göstərmiş olur. Kiçik, orta biznesdə olan fəaliyyət göstərən şirkətlər də bundan yararlanmış olur. Onların biznesi də stimullaşmış olur və həm də nəticədə nə baş verir? Pul ölkədə dövr edir və ölkə iqtisadiyyatına da müsbət mənada təsir göstərir. Yəni bir prosesdən biz neçə istiqamətdə iqtisadi baxımından töhfə vermiş oluruq layihəmizlə. Və həmçinin burada bir hissə də var ki, onlar üçün, icma üçün biz nə etməliyik? İmkanlar yaratmalıyıq ki, onlar educational opportunities, yəni onların təhsili ilə bağlı imkanlar yaratmalıyıq ki, onlar bu prosesdən yararlansınlar, biliklərini artırsınlar. Bax, buna mən bir yaxşı misal göstərə bilərəm. Bu həm sosial təsirdir, dolayısı yolla həm də iqtisadi təsirdir. Bir layihələrin birində bizim layihənin bu ətrafında, bunker zonasında orada yaşayan insanlar var idi və onlar fermer fəaliyyəti ilə məşğul idilər, heyvandarlıqla məşğul idilər. Və biz onların otlaq sahələrinə girdiyimiz üçün, yəni layihəmizin bir hissəsi onların otlaq sahəsinə düşdüyü üçün öhdəliyimiz yaranmışdı ki, həmin o layihədən təsirlənən, yadınızdadsa biz onlara PAPS deyirik, Project Affected Person. Onlarla bağlı biz kompensasiya tədbirləri görməli idik və onlara müəyyən pul şəklində ödənişlər olurdu. Heyvanları üçün yem alınır, verilirdi, içməli su ilə təmin olunurdu, həm də o fermerlər üçün təlimlər keçirilirdi. Yəni ekspertlər dəvət olunurdu, fermerlərə təlimlər keçirilirdi. Məsələn, öz heyvandarlıqla bağlı texniki olaraq təlimlər və yaxud biznes necə inkişaf elətdirmək olar, necə biznes strategiyaları qurmaq olar, heyvandarlıq, yəni gördükləri işlə bağlı onu iqtisadi baxımdan daha da dirçəltmək üçün, bizneslərini daha da inkişaf elətdirmək üçün müxtəlif mövzularda təlim keçirilir. Bu nə baş verir? Həm sosial təsirdir, insanların təhsil səviyyəsinə təsir göstərmiş olursan, bacarıqlarını artırmış olursan, həm də dolayısı yolla onlara keçdiyin təlim vasitəsilə ki, onlar bir şeylər öyrənirlər və öz bizneslərinə qatqısı olur, həm də iqtisadi təsir yaratmış olur. Və burada bir sözlə mən measurable impact odur ki, yəni məsələn burada konkret rəqəmlər olmalıdır. Tutaq ki, satın almaya 100 milyon pul xərclənib, bu xərclənən 100 milyonun 40 milyonu deyək ki, yerli bazardan alınan mallara sərf olunub. Deməli 40 milyon biz satın almalar istiqamətində yerli iqtisadiyyata müsbət təsir göstərmişik. Və yaxud işə götürmə prosesi olub, düzdür? 3000 nəfər işçi olub, bu 3000 nəfərin mini həmin o yerli insanlardan işə cəlb olunur. Layihənin deyək ki, icra olunduğu kəndlərdən, rayonlardan, şəhərlərdən və onlar əmək haqqı alırlar və əmək haqqı aldıqları üçün vergi ödəyirlər. Yenə bir neçə istiqamətdə pul belə deyək də iqtisadiyyata təsir göstərir. Və həm də bax bu insanlar pul qazanmağa başlayanda nə olur? Bu insan artıq pul qazanırsa, xərcləmə qabiliyyəti yaranır. Yəni onların pul xərcləmə qabiliyyətinə müsbət təsir göstərir. Gərək pul olsun ki, sən xərcləyəsən, düzdür? Məsələn, bu adam dünənə kimi 300 manat qazanırdı, ona uyğun bazarlıq eləyirdi. Bu gün bu adam 1000 manat pul qazanırsa, bu artıq 1000 manata uyğun xərclər yaranır və onu xərcləməyə başlayır. Ona uyğun bazarlıq eləyir. Avtomatik həmin bölgədə olan marketlər, dükanlar, digər xidmət sahələrdə onlara da təsir göstərir. Fikir versiniz, yəni bir dənə yerli bazardan insanların cəlb olunmağı, əmək bazarından işə cəlb olunmağı, həmçinin avadanlığı, mal materialının yerli bazardan alınmağı görürsüz neçə istiqamətdə müsbət təsir göstərir və hamısı da dolayı yolla gəlir, daha doğrusu birbaşa gəlir iqtisadiyyatın stimullaşmasına, canlanmasına səbəb olur. Və dolayısı yolla faydalar da
Burada əsas diqqəti olmalıdır ki, heç vaxt layihənin ilkin mərhələsində biz yalançı vədlər verib və şişirtmək olmaz. Ümumiyyətlə layihələrdə ən əsas məsələlərdən biri transparency, yəni şəffaflıqdır. Biz investorlar qarşısında heç vaxt öz etibarımızı itirməməliyik. Bu sözdə belə formal görsənə bilər, amma həqiqətən də praktikada görürsən ki, həmin o investisiya ayıran banklar, onlar bu transparency, yəni şəffaflıq məsələsinə çox önəm verirlər, çox fikir verirlər. Hansısa bir momentdə layihə rəhbərliyi e, doğru dildə desək, aldatmağa çalışsa, hansısa informasiyaları, hesabatları səhv versə, və nə baş verir? Həmin layihədə biz lenderlər, yəni kreditorlar qarşısında öz etibarımızı itirmiş oluruq və onlar bizim hər addımıza, hər cavabımıza, hər hesabatımıza şübhəli yanaşmağa başlayırlar ki, bu da reputasiyanın zədələnməyinə gətirib çıxardır. Bu da layihəyə ayrılan investisiyalarda gecikmələrə səbəb olur və nə olur? Layihənin proqresinə mənfi mənada təsir göstərir. Ona görə bu inamı qazanmaq çox önəmlidir və heç vaxt bunu böyütmək, belə deyim də, yalan məlumatlar vermək olmaz və biz həmişə bunu yoxlamalıyıq. Regular review-dur ki, yəni periodik olaraq baxışdan keçirməliyik ki, bizim birbaşa hansı, daha doğrusu dolayısı yolla hansı əldə etdiyimiz faydalarda hansı dəyişikliklər ola bilər və biz bu dolayısı yolla olan faydaları layihəmizin dəyər zəncirinə qatmalıyıq, onun hesablamasında nəzərə almalıyıq. Yəni dolayısı yolla bizim layihə hansı formada faydalar vura bilər? Aydın oldu. Hansı formada iqtisadi baxımından, bazar baxımından biz dəyər qata bilərik? Biz onu mütləq hesablamalıyıq, biz onu mütləq nəzərə almalıyıq. Dəyər zəncirində biz o punktları göstərməliyik. Və həmin o hesabatlarda bunlar əks olunmalıdır. Yəni bu proseslərin hamısı hesabat şəklində, sənəd şəklində, idarəetmə planları şəklində öz əksini tapır. Layihənin bütün başlanğıc fazasından biz birinci impact analysis hazırlayırıq. P5 standartına məsələn uyğun olaraq əgər şirkət tətbiq eləyirsə bu standartı. P5 hansı ki bizim barəsində danışdığımız standart idi və bu analiz necə olur? Impact analiz, yəni təsirlərin qiymətləndirilməsi necə olur? People, planet and prosperity. Yəni həm şey baxımından, insanlar baxımından, həm planet, yəni ekoloji təsirlər baxımından, həm də iqtisadi baxımından və iqtisadi rifah baxımından qiymətləndirmə aparır və biz də bunun bütün elementlərindən danışmışıq. Yəni danışdığımız bütün elementlərlə bağlı layihənin əvvəlində bu assessment aparılır ki, bizim hansı impact, müsbət və pozitiv və neqativ təsirlərimiz olacaq. Müsbət və mənfi təsir. Çünki təsirlər bəzən müsbət olur, bəzən mənfi olur. Müsbət təsirlər bu çox yaxşıdır, bu dəyər qatır bizə. Mənfi təsirləri də biz risk kimi qəbul edirik və onların aradan qaldırılması üçün tədbirlər planı hazırlayırıq və çalışırıq ki, layihə müddətində həmin o mənfi təsirlərin aradan qaldırılması üçün qoyduğumuz tədbirləri icra edək və davamlı olaraq onu yoxlayaq. Və həmçinin Sustainability Management Plan, yəni dayanıqlı idarəetmə planı formalaşdırılır və o planda da onun içərisində də yenə bütün mövzular əhatə olunur və idarəetmə planları əsasən nədir? Məsələn, biomüxtəlifçiliklə bağlı biz işlərimizi hansı formada icra edəcəyik, idarə edəcəyik, water assessment, water management, suyun idarə olunması, ondan sonra torpağın idarə olunması, ondan sonra resettlement plan bura daxildir. Yəni layihədən təsirlənən insanların köçürmə planı, livelihood restoration plan, bütün bu planlar hamısı idarəetmə planlarıdır. Yəni bizim bu istiqamətdə görəcəyimiz, atacağımız addımlar hamısı bu şifahi formada deyil, bu ideya üzərində deyil. Biz layihənin əvvəlində konkret bunun işləyirik və bu planları hazırlayırıq və layihə boyda o planlara uyğun biz hərəkət etmək məcburiyyətindəyik. Aydın oldu. Bax görürsüz, bu mövzu bu qədər mən qısa tutmağa çalışdım. Bu mövzu barəsində yekun olaraq bunun haqqında mən qeyd eləmək istəyirəm ki, əsas burada biz
Yenə yadda saxlamaq lazımdır ki, istənilən bir layihə, əgər biz deyirsə ki, bizim layihəmiz dayanıqlı bir layihədir, mütləq şəkildə dəyər qatmalıdır. Impact, prosperity, impact, rifaha müsbət mənadadır. Burada prosperity rifah mənasında istifadə edirik biz bunu. Və əsasən də bu hissədə biz görürüz ki, daha çox economic impact, yəni ə, iqtisadi baxımdan təsir və rifaha müsbət təsirlərin olmağı barəsində danışdıq. Və burada da üç kateqoriya var idi. Project feasibility, yəni layihənin mümkünlüyü bölməsi. Orada biz danışdıq necə business case analysis olunur, biz necə analiz edirik ki, bizim layihəmiz mümkündür, texniki baxımdan icrası əldə olunandır. Orada biz IRR, ROI barəsində danışdıq, hansı ki, o indeksləri necə müəyyənləşdirir və sair sosial investisiyanın sosial baxımdan geri dönməsi barəsində danışdıq. Layihədən əvvəl necə simulyasiyalar və modelinqlər aparılır, o barədə danışdıq və bu barədə bir qısa bir şey də xatırladım ki, yəni mümkün olduğu yerdə sən istənilən addımı simulyasiya və modelinq eləməlisən. Düzdür, bu xərc tələb edən bir şeydir. Amma bunu eləməyə səni gələcəkdə müəyyən bir risklərdən qoruya bilər. Yəni əvvəlcədən sən bilirsən ki, sən hansı formada mənfi təsirlər, risklərin var və onu əvvəlcədən aradan qaldırırsan və onlar baş vermir. Mümkün olduğu bütün istiqamətlərdə biz bunu eləməyə çalışmalıyıq. Flexibility, optionality barəsində də yenə danışdıq ki, istənilən bir layihə maksimum dərəcədə elə təşkil olunmalıdır, elə idarə olunmalıdır ki, çevik olmalıdır, agile olmalıdır. Zaman dəyişir, texnologiya dəyişir, qanunlar dəyişir və bu dəyişikliklərə şirkət dözümlü olmalıdır, ona uyğunlaşmağı bacarmalıdır və bugünkü mövzu barəsində də yenə bazar və iqtisadiyyatın canlanması ilə bağlı əsas tələblərdən biri nə idi? Biz dolayısı yolla faydalara diqqət göstərməliyik və local economic impact, yəni yerli iqtisadiyyata necə müsbət təsir göstərə bilərik, bu barədə danışdıq və təbii ki, bunların hamısının hesabatlanması və hesabatların maraqlı tərəfə təqdim olunması barəsində bəhs elədik. Və həmişə biz çalışmalıyıq ki, ilkin növbədə istər işçilərin işə götürülməsi prosesində, istər satın alması prosesində, istər istənilən istiqamətdə bizim qabağımıza variantlar, optionlar çıxanda biz birinci nə etməliyik? Burada seçməliyik yerli bazarı. İstər yerli əmək bazarı olsun, istər satın alma təchizat baxımından olsun, yerli bazarı seçməliyik. Niyə? Bu həm iqtisadi baxımdan bizə fayda verəcək, həm sosial baxımdan fayda verəcək, həmçinin ekoloji baxımdan da faydası olacaq, əziz dostlar. Bugünkü mövzumuz da bu qədər və biz saxlayıram, çünki bizim növbəti bir belə deyək də barəsində bəhs eləmək olduğumuz tapşırıq var. Hərənin 5 dəqiqə vaxt ayırdıq öz tapşırığın təhvil vermək üçün. Aydındır. İndi başlayacağıq sırayla.